Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə bölmə mövzusu ilə bağlı olacaq. 3-cü siniflərin bölmə mövzusu ilə bağlı olacaq. İlk öncə testləri, daha sonra isə çalışmaları sizlərə təqdim etməyə çalışacağım. Gəlin başlayaq 2, 3 və 2, 3, 4 və 5-ə bölmə əməllərini yerinə yetirməyə. Birinci tapşırıqda deyir ki, qisməti tapın. Yəni 14-ü 2-yə böləndə neçə olur? 14-ü də 2-yə böləndə biz bilirik ki, 7 olmuş olur. Cavab A variantı. 2-də deyir ki, bölünən 25 bölən 5 olarsa qismət neçədir? Deməli, bölünən 25 bölən 5 olarsa qismət də biz bilirik ki, 5 olmuş olacaq. Cavab B variantı. Deyir ki, bir saniyə. Sual işarəsinin yerində hansı ədəd yazılmalıdır? Deməli, 2-ni neçəyə vururlar? 20 eləyir. Bunu bilmək üçün də 20-ni 2-yə böləndə 10 eləmiş olacaq. Yəni 2 dənə 10, 20 eləmiş olacaq. Cavab A variantı. 4-cü tapşırıqda deyir, modeldə təsvir edilmiş ədəddən 4 dəfə kiçik ədədi tapın. Deməli, 24-ü 4-ə böləndə eləyir 6. Deməli, 4 dəfə kiçik deyirsə, dəfə kiçik bölmə deməkdir. Bunu yadınızdan çıxartmayın. Ona görə də 6 olmuş olacaq. Baxırıq digər tapşırığa. 3-ü hansı ədədə vurduqda 21 alınır. Bunu bilmək üçün də 21-i 3-ə bölərik, eləyəcək 7. Cavab A variantı. Daha sonra 7. 16 hansı ədəddən 2 dəfə böyükdür? 16 hansı ədəddən 2 dəfə böyükdür bilmək üçün 16-nı 2-yə bölürük, eləyəcək 8. B variantı. 8-də deyir, hansı variantda sual işarəsinin yerində 3 yazılmalıdır? Baxırıq. 12-ni 6-ya böləndə elir 2. 18-i 9-a böləndə elir 2. 27-ni 9-a böləndə elir 3. Bizdə də 3 istəyir, ona görə də C variantı olacaq. Baxırıq digər tapşırığa. Bölünən 12 qismət 3 olar, 4 olarsa böləni tapın. 12-ni də 4-ə böləndə edir 3. Cavab A variantı. Daha sonra kublarla verilmiş ədəddən 5 dəfə kiçik olan ədədi tapın. Baxırıq. Deməli, 35-dən söhbət gedir. 35-i də 5-ə böləndə edir 7. Cavab C variantı. Baxırıq digər tapşırığa. Qisməti tapın. Yaxşı. 25-i 5-ə böləndə 5. Bir saniyə, qələm işarəsi incidir mənim. Aha, 5. 24-ü 3-ə böləndə 8. 27-ni 3-ə böləndə 9. 45-i 5-ə böləndə 9. Daha sonra 32-ni 4-ə böləndə 8. 40-ı 5-ə böləndə 8. 16-nı 2-yə böləndə 8. 14-ü 2-yə böləndə 7 eləmiş olacaq. 12-ni 3-ə böləndə 4. 36-nı da 4-ə böləndə 9 eləmiş olacaq. Uşaqlar, bu arada videonu bəyənib abunə olmağı, dostlarınızla bölüşməyi unutmayın. Daha sonra boş yerlərə uyğun ədədləri yazın. 18-i 3-ə böləndə eləyir 6. Yenə də incitdi məni. 6. 14-ü 2-yə böləndə 7. 20-ni 5-ə böləndə 4. 40-ı 4-ə böləndə 10. Müqayisə edin. 18-i 3-ə böləndə 6. 15-i 5-ə böləndə 5. Müqayisə elədik, 6 böyükdür. 15-i 3-ə bölsək 5, 30-u 5-ə bölsək 6. 6 böyükdür. 14-ü 2-yə bölsək 7, 9-u 3-ə bölsək 3. 7 böyükdür. 24-ü 4-ə bölsək 6, 12-ni 2-yə bölsək 6. Bərabərdir. 35-i 5-ə bölsək 7, 40-ı 5-ə bölsək 8. 8 böyükdür. 36-nı 4-ə bölsək 9, 30-u 3-ə bölsək 10. 10 böyükdür. 20-ni 2-yə bölsək 10, 35-i 5-ə bölsək 7. 10 böyükdür. 28-i 4-ə bölsək 7, 21-i 3-ə bölsək 7. Bərabərdir. 25-i 5-ə bölsək 5, 18-i 2-yə bölsək 9. 9 böyükdür. Bu formada yaza bilərsiniz. Ədəd oxunda təsvir edilmiş bölmə əməllərini yazın. Deməli, burada 24-ü 4-ə bölüblər. 24-ü 4-ə böləndə deməli, eləyəcək 6, 1, 2, 3, 4, 5, 6. Deməli, 40-ı isə 5-ə bölsək, deməli, eləyəcək 8. Daha sonra 18-i 3-ə bölsək, eləyəcək 6. 24-ü də 3-ə bölsək, eləyəcək 8.
Bu formada olmuş olacaq. Baxaq digər tapşırıqlara. Cədvəli doldurun. Aha, cədvəli dolduraq. Deməli, bölünən 18 bölən 2 qismətdə olacaq 9. Burada qismət olacaq 8, qismət olacaq 3, 7, 7, 4, 10, burada 4. Bu formada olmuş olacaq. Kublarla verilmiş bölmə əməllərini yazın və həll edin. Yaxşı. Deməli, burada olacaq 40 bölünsün 1, 2, 3, 4, 5. 40 bölünsün 5, 8. Deməli, 32 bölünsün 4. Bu da eləyəcək 8. Deməli, 24 bölünsün 3. Eləyəcək 8. Bu formada olmuş olacaq. Bölmə əməllərini ədəd oxunda təsvir edin. Bunu uşaqlar kitabı olan özü üçün xətt çəkər, təsvir eləyər. Çox sadədir. Məsələlərə baxaq biz. 28 yumurtanı hər birində eyni sayda olmaqla 4 qutuya yığdılar. Hər qutuda neçə yumurta oldu? Təbii ki də burada olacaq. Bir saniyə. 28 bölünsün 4 bərabərdir. Deməli 7. Oyun zamanı 5 oyuncu hər komandada eyni sayda olmaqla 5 komandaya ayrıldı. Hər komandada neçə oyuncu oldu? 45-i bölərik 5-ə. Bu da eləyəcək 9. Sinifdə 24 parta var. Partalar hər birində eyni sayda olmaqla 3 sırada düzülmüşdür. Hər sırada neçə parta var? 24-ü də 3-ə bölsək eləyəcək 8. Mahirə nənə 16 şəkərbura bişirib 2 boşqabı bərabər sayda qoydu. Hər boşqabda neçə şəkərbura oldu? 16-nı bölürük 2-yə, 8 eləmiş olacaq. Baxırıq 6-ya, 7-yə bölməyə. Deməli, yenə də qisməti tapaq. 42-ni 6-ya böləndə 7 eləmiş olacaq. Cavabımız B variantı. Yenə də sual işarəsinin yerində hansı olmalıdır? 24-ü 6-ya bölsək 4 eləmiş olacaq. A variantı. 30 bölünsün 6 əməlinə uyğun təsvir hansıdır? Təbii ki də olacaq B variantı. 4-də deyək ki, ulduzun yerinə, daha doğrusu kvadratın yerinə hansı ədəd yazılmalıdır? Deməli, 54-ü 6-ya bölsək eləyəcək 9A variantı. Daha sonra baxırıq digərinə. Səhv həll edilmiş misal hansıdır? 30-u 6-ya bölsək 5 eləmiş olacaq. 30-u, daha doğrusu 35-i 7-yə böləndə 5 olacaq. 42-ni 7-yə böləndə 6 eləmiş olur. 7 yox, cavab B variantı. Təsvirə uyğun bölmə əməli hansıdır? 28-i 7-yə bölmək lazımdır. Cavab C variantı. 7-də deyir qisməti tapın. Qisməti tapaq. 21-i 7-yə bölsək 3 eləmiş olacaq. Üzr istəyirəm, dilim dolaşdı. Hansı bölmə əməlində qismət 7-yə bərabərdir? Deməli, 49-u 7-yə bölsək 7 eləmiş olacaq. B variantı. 9-da baba topladığı 14 almanı 7 nəvəsi arasında bərabər bölüşdürdü. O hər nəvəsinə neçə alma verdi? 14-ü 7-yə bölsək 2 olmuş olacaq. Cavab B variantı. Onda deyir, hansı bölmə əməlində qismət 3-ə bərabərdir? 21-i 7-yə bölsək 3 eləmiş olacaq. 14-ü 7-yə bölsək 2 eləmiş olacaq. 24-ü 6-ya bölsək, deməli, 4 eləmiş olacaq. Cavabımız olacaq B variantı. Baxırıq çalışmalara. Çalışmalarda da deməli, 36-nı 6-ya böləndə 6 eləmiş olacaq. 7, deməli, burada 9, 10, daha sonra 4, 6, 8, 9, deməli 3, 2. Daha sonra baxırıq təsvirlərdir. Yenə də uşaqlar, bunlar sadədir. Həmişə bayaqdan elədiyimizdir. İndi baxırıq bu misallara. Deyir ki, 5 onluq 4 təklik ədədində 6 dəfə kiçik olan ədəd 4 onluq 5 onluq, 4 onluq, 4 təklik deyəndə 54-dən söhbət gedir. 54-ü 6-ya bölərik. Deməli, 9 almış olaraq. Bunu özünüz yazarsınız. 42 ədədindən 7 dəfə kiçik deyirsə, 42-ni 7-yə bölmüş olaraq. Daha sonra 24 ədədini 6-ya bölün. Yenə də bölüb cavabı ala bilərsiniz. Bunlar da çox sadə olduğuna görə özünüz üçün qeyd aparıb daha sonra daha doğrusu ekran görüntüsünü alıb daha sonra özünüz həll eləyə bilərsiniz. Mən yavaşdan misalları göstərim sizə. Deməli, çox sadədir bunlar.
Bunları özünüz eləyə bilərsiniz. Eləyə bilmədiklərinizi də aşağıda link qoyacağam. Qrupa daxil olub hər bir sualınızı, istədiyiniz sualı bizə verə bilərsiniz. Uşaqlar, bugünlük məncə yekunlaşdıraq. Çünki video uzun olanda həm siz yorulursunuz, həm də yəni öyrəndikləriniz də demək olar ki, yaddan çıxmış olur. Ona görə də qısa olsa daha effektiv olacaq. Növbəti izahlarda görüşərik. Hələlik.